Çox sağ olun, minnətdaram. Var olun. Zəhmət çəkirsiniz hər bu vaxt. Gəlirsiniz. Şərəfdir. Allah sizi hifz eləsin inşallah. Var Bəli, mövzumuz Əsma-ül Husnadır ki, əlhəmdülillah da neçə günlər danışırıq. Dünən gəlib yetişmişik Rəhman adında bir hissəyə ki, Rəhmanın yeryüzündə məzhərindən söhbət açırıq ki, İbadur Rəhman kimdir? Rəhman dediyi biraz geniş addır, camidir. Bir növ onun məzhəri yeryüzündə hansı xüsusiyyətlərə malikdir, onlar haqqında danışırıq. Və qeyd olundu ki, Rəhman bütün isimləri özündə ehtiva edib. Və bu bəndələrdə Əsma-ül Husnanı özlərində cəm etdikləri üçün, yəni bəndələr də bu bəndələr, yəni ələl-xüsus İbadur Rəhman Əsma-ül Husnanı özünə cəm etdiyi üçün və onların məzhəri olduğu üçün Allah müqəddəs kitabda onların xüsusiyyətindən danışır. Yəni, Rəhmanın bəndələri bunlardır. Yəni, Rəhmanın yeryüzündə məzhəri bunlardır. Hansı xüsusiyyəti dedimsə, 13 dənə xüsusiyyətdir, 5-ini danışmışam. Dünən gecə, yəni sübhə yaxın. Bugün davam edirəm, onları deyim və sonradan bir dənə də mətləb var ki, o da çox mühümdür. Gəlim çatım ora, o mətləb Rəhim adı ilə bağlıdır. Mən Rəhmandan danışıram, Rəhimə yetişməmişdim. Buyurur ki, Rəhmanın bəndələri, Rəhmanın yeryüzündə məzhərləri, Rəhmanı göstərənlər yeryüzündə, o adın yeryüzündə təcəlliləri, müxtəlif şəkillərə deyirəm ki, indi hələ bir cür anlasın, başa düşürsən, bu cümlələrdən nəticə çıxardıq. Yaxşı. Buyurur, 6-cı xüsusiyyəti budur ki, وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرٍ. Buyurur ki, bunlar etiqad nöqteyi nəzərdən də sağlam düşüncəyə malikdirlər. Etiqadları möhkəmdir. Düz düşünürlər. Bu düzgün əqidə, sağlam etiqad çox mühümdür. Etiqadı mövzularda dəqiq olun, araşdırın ki, çünki o etiqad fundamentdir, yəni məsələnin köküdür. Biz orada büdrəsək, çox məsələlərdə büdrəyəcək. Ona görə deyir ki, bunlar etiqadı nöqteyi nəzərdən də sağlam düşüncəyə malikdirlər. وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرٍ. Allahın kənarında nə müstəqil güc görürlər, nə müstəqil qüdrət tanıyırlar. Mənbə yalnız Allahı görürlər. 2 dənə şafi yoxdur həyatda. 2 dənə şəfa verən yoxdur. 2 dənə rəzzaq yoxdur. 2 dənə ruzi verən yoxdur. 2 dənə öldürən yoxdur. 2 dənə dirildən yoxdur. Mənbə bir dənədir. Mənbə bir dənədir. Bu çox mühümdür. Bu Əhl-i Beyt məktəbinin bizə təqdim etdiyi tohidi dünya görüşüdür ki, görün necə yanaşır Əhl-i Beyt məktəbi. Yəni, burada artıq təvəssüllə şirk mövzusu ayrılır. Şirk budur ki, insan Allahın qüdrətinin yanında bir qüdrət görə. 2 dənə qapı var. Bir Allah şəva verir, bir də başqası. Bu oldu şirk. Bir də var, yox. 2 qüdrət yoxdur, 2 şafi yoxdur, bir dənədir. Digərləri də həmən bir dənəyə gedən yoldur. Mənbədən axan arxdır. Həmən evin qapısıdır. Qapıdır, qapı. Nəinki evin özü. وَأْتُلْ بُيُوتَ مِنْ أَبْوَابِهَا. Allah Quranda buyurur, evə qapılarından girin. Təvəssül evə qapıdan girməkdir. Nəinki deməkdir ki, bizim 3-4 dənə şəfa verənimiz var. Bir dənə də bilirik. Bəli. Amma onun izni ilə kimsə verə bilərmi? Verə bilər. İzin versə verər. Yəni, Allah acizdir ki, Bəli. Bir nəfərə bu izni verə bilməzmi Allah? Verə bilər. Verdi də. Ya məsələn, başqa gözlə baxsaq, o yerdəki o şafi adının məzhəri də onu göstərir. Yəni, bu onun təcəllisidir. Bir irfanın gözü ilə baxsaq məsələyə. Məsələ ona görə gəldi, düzəldi, oturuşdu yerinə. Baxın, deyir, İbadur Rəhman budur ki, وَالَّذِينَ لَا يَدْعُونَ مَعَ اللّٰهِ إِلَٰهًا آخَرٍ.
Onlar etiqadları sağlamdır. Mənbə yalnız Allaha görürlər. Sonra davam edək. 7-ci xüsusiyyətləri. Və la yaqtulunən-nəfs əlləti harramallah. Qan tökməzlər. İstisna illa bil haqq. Məsələn, istisna bir haqq müharibəsi olar. O istisna. Amma məsələn, günahsız insan neynəməz? Qanın tökməz. İbadur-Rəhman belə bir iş görməz. Yəni, sanki bu ayda istəyir Allah mesaj versin ki, İbadur-Rəhman zalım deyil ha. Zalım deyil. Zülm eləməz cəmiyyətə. Bəşəriyyətə qənim kesilməz. İbadur-Rəhman belə deyil. Sonra davam edeyim, buyurur, وَلَا يَزْنُونَ Başqalarının namuslarına toxunmazlar. Namus mövzusunda diqqətlidirlər. Və sanki ki, bu ayə, o ayəni yanaşı qoysaq, bundan öncəki ayə deyir ki, zülm eləməzlər. Qəzəblərinə hakimdirlər. Bu ayədə deyir ki, kimsə namusundan inəməzlər, toxunmazlar. Digər, üzr istəyirəm, şəhvətlərinə hakimdirlər. Ki, günah eləməzlər. Və namusla yaşayarlar, iffətlə yaşayarlar. Ola bilər kimsə onu günaha dəvət eləyər, o da gedib neynəməz, günaha düşməz, qoruyar özünü. 9-cu xüsusiyyət. وَالَّذِينَ لَا يَشْهَدُونَ zur. Çox möhtəşəm ayədir. Deyir ki, zur batil, pislik. Deyir ki, nəinki batil, pis, boş, şər iş görməzlər. Bu öz yerində. Nəinki yalnız bu. Batil, boş, şər, pis iş görməzlər. Pis işə dəstək olmazlar. Batilə şərik olmazlar. Hətta heç başqalarının batil işlərində və məclislərində də iştirak eləməzlər. Vəllezine la yeşhedun. Yəni o pis məclisdə şahid olmazlar. Yəni pis məclisdə iştirak eləməzlər. Haram məclisdə iştirak eləməzlər. Deyirlər, yoxdur, burada mən Allah izin vermir. Sənə görə mən inəmərəm, özüm odun alovu çatanda inəm ki, yaxşı. Biraz da dərinləşdirək. Nəinki yalnız xarici aləmdə batilə tamaşa eləməzlər, baxmazlar. Heç batili zehinlərində də belə, qəlblərində də belə, niyyətlərində də belə keçirməzlər. Adam var, günahı real aləmdə eləmir. Amma düşünür, zehnində yaradır, sonra onu tamaşa edir. Zehində yaradıb, o zehində tamaşa edir. La yeşhədunə. Deyir, İbadur-Rəhman belə deyil. Heç zehnində də tamaşa eləməz. Bir alim deyirdi ki, mən deyir, yuxuda da belə günahla rastlaşsam, əstəğfurullah deyib qaçaram. Yəni, yuxuda da özümə hakiməm. Adam var, oyaqlıqda özünə hakimdir, yuxuda özünə hakimdir. Bu qədər. Bir alim var idi, dərs deyirdi, dərsdə bir günahdan söhbət düşürdü. O günah haqqında danışırdı. Bir dəfə adını çəkdi həmən günahın. Sonra dedi, əziz tələbələrim, dedi, o günahın adını bir dəfə çəkdim, da bir də adını çəkməyəcəm. Deyəcəm, filan günah. Siz bilərsiniz onu deyirəm. Tələbələr qayıtdı, ustad, o günahın adını çəkmək məgər günahdır. Nə olacaq ki, biz sən o günahı eləmirsən ki, günahın ziyanlarından, zərərlərindən danışırsan da. Niyə filan günah? Elə günahın adını çək də. Bu qədər də olmaz ki. Dedi, yox, söhbət o deyil. Dedi, nədir? Dedi, hər o günahın adını çəkəndə bütün vücudum titriyir. Adını çəkəndə vücudum titriyir. İndi təsəvvür bir insan o günahın adı çəkiləndə vücudu titriyirsə, o günaha gedərmi? Yaxın düşərmi? O günahkara üst tutarmı? O özü titriyir. Deyir ki, İbadur-Rəhman budur. İbadur-Rəhman yəni nə? Zehinlərinə, qəlblərinə, sözlərinə, özlərinə hakimdirlər. Xülasə, batil işdən, günah məclisindən, pis sözdən, batil düşüncədən, pis niyyətdən uzaqdılar. İbadur-Rəhman yəni bu. وَالَّذِينَ لَا يَشْهَدُونَ zur. Bir dənə cümlə də görsən, qurban olun bu Qurana. İçində qədər mətləb yatıb. Yox, xəyal aləmində, real aləmdə, harda olursa olsun, zehnində, düşüncə, günahdan uzaqdılar. Və la yeşhədunə zur. Sonra, davam edeyim, buyurur, və izə mərru, 10-cu xüsusiyyət, izə mərru billəğvi, mərru kiramən.
bəh. Deyir, batilə bulaşmazlar. Heç vaxt. Onların rənginə boyanmazlar. Əsla. Onların qoxusu onlardan gəlməz. Heç vaxt. Kəramətləri, alicənablıqları onları qoruyar. Mərru kiramən. Bal arısını görmüş. Bal arısı gedir güldən, çiçəkdən o şirəni yığır, gəlir öz yuvasına. Bal arısı kimdilər? Gözəl gülləri axtarırlar. Düzdür, o axtarışa çıxanda bəzi yerlərdən keçirlər ki, yol üstü o üfunətli nəsə də olan qabağına çıxır. Amma tez keçirlər oradan. Onlar gül axtarışındadılar, çiçək axtarışındadılar. Onlar zibilliyə qonmurlar. Və özdə gülü çiçeği şirəsini çəkib, gülü çiçeği görüb, məst olub, valih olub, orada ilişib qalmırlar. Qayıdırlar o yerə ki, oradan gəliblər. Buranı orada daşıyırlar. Çünki yuvaları oradır. Oradan başlayıblar. Və orada qayıdırlar. İnna lillah və inna ileyhi raciun. Adam var, gəlir, dünyaya baxır, ilişib qalır. Allah Quranda buyuruyor Peyğəmbərə, "Vələ təmuddən nəyinek." Çox uzun uzadı baxma. Missiyanı bitir, qayıt. İbadur-Rəhman budur. Dünyaya gəlib ki, o yerə qayıtsın ki, oradan gəlib. Bir yerə gedir, orada ilişib qalmır, məst olmur. Bülbül kimi. Orada neyir? Missiyası var, bilir ki, bunu icra eləməliyəm, bitirməliyəm və qayıtmalıyam. Mənim tapşırığım var. Adam var, onu göndərsən, getməsən, kimlərsə hidayətə, özü də qeyb düşür, qalır orada. Onlar bunu hidayət edir, bu mənada. Hidayət o mənada yoxdur. Yəni, onlar bunu apardı hansısa istiqamətə. Bunlar belədirlər. İzə mərru billəğvi, o keçəndə günahın yanından, bir necə keçirlər? Vüqarla, ali cənab. Yəni, titrəmirlər. Keşlər getdilər. Belə düz də çıxlar getdilər. Adam var, görürsün, bir dənə günahın qabağında necə əriyir, necə itirir özünü, necə müvazinətini itirir. Sonra da öz-özündən utanır ki, mən hara, bu hara. Yox ki, İbadur-Rəhman elədir. İbadur-Rəhman elədir. Sonra وَالَّذِينَ إِذَا ذُكِّرُوا بِآيَاتِ رَبِّهِمْ لَمْ يَخِرُّوا عَلَيْهَا سُمَّنْ وَأُمْيَانًا. Qəşəng sözdür. Deyir, onlara öyüd veriləndə, nəsiyyət veriləndə ləm yəxirru aleyhə summən və umyanən. Kör-köranə qəbul eləmirlər. Söz danışır. Dəlilsiz, sübutsuz. Olmaz ki. İbadur-Rəhmanın xüsusiyyəti budur. Bir nəfər qəşəng danışır, anlayır, onun qabağında təzim edir. Yaxirru səcdəyə getmir sanki. Amma dəlillə, məntiqlə qəbul etdi, ondan sonra neyini təzim edir. Yəni, hər nəsiyyətdən, hər nişanədən ibrət alırlar, amma ibrətləri bəsirət üzündəndir. Kör-körana deyil. Başa düşüb, dərk edib, anlayıb, təzim edir. Bu, İbadur-Rəhmanın xüsusiyyətidir. Bəndə belə olar. Bəndə belə olar. Bəzi vaxtda insan xarakteri var, nəsə xoşu gəlmir. Sonra onun dində başlayır danışmağa. Sən xoşun gəlmir, bu dinin sözü deyil. Düzdür? Sonra diktə eləmə. Dəlilin var, məntiq var, buyur, bismillah. Yoxdur, mənə də çox şey xoşuma gəlmir. Mənə xoşuma gəlməklə deyil, sizin xoşunuza gəlməklə deyil. Bu, olar olmaz. Başa düşürsünüz. Olar olmazı qoyaq ortaya. Qarşı tərəf də bu cürlə. Bəzi vaxtlar qarşının xarakterini xoşdur deyəni qəbul edir. Ona zövq alır, yox, bir dəqiq deyən, ləm yəxirru aleyhə summən və umyana. Həqiqəti qulağını kar edib, gözünü kör edib qəbul eləməz. Gözünü açıb, qulağını açıb, ondan sonra anlayıb, görüb, dərk edib, təzim edir. Bu İbadur-Rəhmandır. Rəhman bəndəsi belə olur. Yaxşı. Sonra buyurur ki, vəllezine yəqulun Rabbena həblena min əzvacina və zürriyyətina qurrətə ayun.
ailəsi üçün, övladları üçün dua edir. İbadurrahman belədir. Adamlar başı qarışır çölə, ev yaddan çıxdı. İbadurrahman evdə dolanda çöl yaddan çıxmır, çölün vəzifələri. Çöldə olanda evin işləri. Tamamlayır. Cami də cami. Kovni cami deyirlər, belə bir cümlə var, söz var. Narahatdır balasının aqibətindən. Narahatdır, baxırdı, görürsən aqibəti inşallah yaxşı olar, ümid edirəm. Balam yaxşı olar. Dua eləyir balası üçün, gecələr, gündüzlər. Diqqətlə baxır övladına, ilahi balamdan müğayət ol. Dua eləyir balalarını. Dua eləyir ki, elə bir ailəm olsun ki, həqiqətə gedən yolda, kamala gedən yolda mənə kömək eləsin. Və qurrətə əyun olsun, baxım sevinim. Qurrətə əyun, yəni gözümün nuru, sevinci. Adam baxır, ürəyi açılır balasına. Hərdən belədir, övladlar var belədir. Adam baxır, ürəyi açılır. Şükür Allah, mənə belə bir övlad vermirsən, vallahi. Vay, maşallah, maşallah. Xoş olsun övladın halına ki, ata-ana baxa deyə, ilahi, sənə şükür mənə belə bala vermirsən. Onun o şükrü, bir ömrü balaya bəsdir. Naxələf övladların valideynlərinə də Allah səbir versin. Amin inşallah. Amin, qəşəng duadır, bəli. Sonra 13-cü sözə baxın. وَجَعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا İlahi, bizi, yəni ailəmi, balamı, xanımı, övladlarımı, yaxşı işlərin önündə olanlardan qərar ver. İmam, yəni qabaqda olan. Yaxşı, önündə olum yaxşı işlərin. Yəni, ailə olaraq etalon olaq cəmiyyətə, nümunə olaq cəmiyyətə. Belə bir ailəyə bizi çevir. Yaxşı. Maraqlı bir dənə burada söz var, ona baxın. وَجَعَلْنَا لِلْمُتَّقِينَ إِمَامًا Bizi öndə olanlardan demir, öndə olan qərar verir. Əslində, qrammatika nöqteyi nəzərdən o cəm işlənməli idi, əimmə deyilməli idi. Bizi yaxı, mən, xanım, övladlar. Məsələn, tutaq ki, 4 nəfər. Biz bir yerdəyik, 4 nəfər isə imam fərddir, təkdir. Əimmə cəmdir. Bizləri öndə olanlardan qərar ver. Ərəb qrammatikası belə olmalı idi əslində, zahirən. Amma yox, burada bir bəlağət var, burada bir başqa bir məna var. Bizi cəmdən başlayır, təklə qutarır ayə. Bu nə deməkdir? Burada bir mesaj var. Mesaj nədir? Görünən budur ki, ailə düzdür 4 nəfərdir. Amma sanki 4 bədəndir, bir ruhdur. Çünki bir hədəf var. Çünki nə var? Bir hədəf var. Çünki bir hədəf var, hamı bir hədəfin uğrunda pərvanə kimi o hədəfin ətrafına yıxılıb. Bir yerə cəm olub və bir yerə çalışırlar. Yəni, harmoniya var. Yəni, ailə bir digər işini tamamlayır. Ailə bir digər işini tamamlayır. Ailə belə olar. Ailə var, bilinmir. Oğul bir cür, ata bir cür, bala bir cür, elə bir başqa-başqa. Biri Marsdan gəlir, biri Veneradan gəlir, hərəsi bir cür. Bir dənə otağın içinə giriblər. Ortağına xərcə gələnmirlər. Başa zövqlər, səliqələr, xarakterlər fərqli ola bilər, amma ana hədəfdə yığışa bilmirlər bir yerə. Başa hədəfdə bir yerə yığışa bilmirlər. Təmərküzləşə bilməyib ev. Zahirən bir dənə otağın içindədirlər. Amma hərəsi bir başqa aləmdədir. Hərəsi bir yerdədir. Pərakəndədir ailə. Pərakəndədir ailə. Pərakəndəlik var. Qulubuhum şətta, bəzilər üçün Allah Teala deyir, bunların ailəsinin bir qəlbi var, hərə bir cür, hərə bir ab-havada, hərə bir fikirdə, hərəsi bir dünyası var. İbadurrahman ailəsi budur. Ailə yığışıb bir nöqtəyə, təmərküzləşib bir nöqtəyə. Tövhid mərkəzdədir. Hamısı pərvanədir. Hədəf birdir. Ailə bir-birini tamamlayır. Nə gözəl. Xoş olsun belə ailənin Allah. Bunun bariz nümunəsi Əhl-i Beytdir. Necə tamamlayıb bu ailə bir-birini? Sən Allah fikir ver. Necə Həzrəti Fatimə Əlini. Ona görə deyir, əgər Əli olmasaydı Həzrəti Fatimə kimdən evlənərdi? Yox idi. Kuf kəlməsi keçib. Yaxşı, tay. Tamamlayıb Zəhra Əlini, Əli Zəhra xanımı. Balalar, Həsən, Hüseyin bir cür. Həzrəti Peyğəmbər bir cür. Biri Kovsərdir, biri Aşuradır. Biri Qədir Xumdur. Biri Fatimiyyədir, biri İmam Həsəndir. Necə tamamlayıb ilahi bu ailə bir-birini. Bir dənə hədəf təmərküzləşib. Hədəf ana hədəfdə yığışanda bir yerə problemləri də həll eləmək olur.
çətinlikləri də həll eləmir. İbadur Rəhman budur. Rəhmanın bəndələri budur. Bir ocaqdadılar, bir yerdədirlər və onların bariz nümunəsi Əhl-i Beytdir. Ümumiyyətdə İbadur Rəhmanın zirvəsi, o Rəhmanın təcəllisi Əhl-i Beytdir. Ona görə bir dənə cümlə deyirəm. Nəhnu məsabihul hikmə. Bizi hikmətin Əhl-i Beyt deyir çıraqları. Və nəhnu məfatihur rəhmə. Bizi rəhmətin açarları. Və nəhnu yənabiun ne'mə. Bizi neymət bulağı. Bizim qapıya gəlir. Bu Rəhman yığdım bir yerə. Qaldı Rəhim. O Rəhimi də deyim. Görün Rəhim. Rəhim müzgündə deyirik də. Ya Rəhim. Ya Rəhman. Rəhimlə Rəhmanın fərqi nədir? Bir dənə buna da qulaq asın inşallah. İkisi də rəhmət. Kökündəki rəhmətdən götürülüb. Rəhman da, Rəhim də. İkisi də kökündə rəhmət də yanıb. Yaxşı. Rəhman, o biraz qrammatik tərəf, fəalan vəznindədir. Belə ki, bu vəznin özünü, yəni bu qəlibin özünün mənası var. Məsələn, çoxluğu bildirir. Məsələn, fikir ver, ətşan. Rəhman, ətşan. Ətşan nədir? Nə ki, susuz, çox susuz. Bütün vücudu sanki suzuyub. İmam Hüseyin üçün bu kəlmə işlərimdə ətşan kəlməsi. Məsələn, İmam Zaman əleyhissalam zühur eləyəndə belini Kəbə evinə söykəyib deyəcəyi ilk cümlələr budur. Əla ya əhləl aləm İnnə cəddiyəl Hüseyin qətəluhu ətşanən. Mən Hüseynin balasıyam. O ətşan şəhid oldu. Ətşanlıq məsumlar üçün çox dərd olub İmam Hüseynin bu məzlumiyyəti. Ətşan yəni nə? Bunlar özüm bilə deyirəm ki, yadda qalsın da bir ömür. Rəhman ətşan. Rəhman çox rəhimli. Ətşan çox susuz. Rəhman yəni çoxdur rəhməti. Çox yəni nə? Çox sözü onun yanında azdır. Belə deyil də. Çox sözü onun yanında azdır. Çoxdur rəhməti. Yəni, hər yanı bürüyüb, hər yanı. Yəni, bu rəhmətdən heç nə kənar deyil. Vəsiyyət. Rəhməti vəsiyyət kullə şey. Quranda ayədir. Mənim rəhmətim vəsiyyət. Allahın bir adı vasidir. Nəsib olsa danışaram. Vasi. Genişlik mənasını ifadə edir. Nə deməkdir deyərəm. İşim yoxdur, mənim işim rəhmətlədir. Buyurur ki, rəhmət, mənim rəhmətim Allah deyir. Vəsiyyət kullə şey. Hər yanı bürüyüb. Hər yanı bürüyüb. Şey kəlməsi camidir. Məsələn, Bidayədə Əllamə fəlsəfi bir kitab dedi. Musaviqətun buyurur ki, musaviqətu şeyiyyə lil vücud. Yəni, varlıq şeylə bərabərdir. Yəni, bir şey, yəni bütün varlıq, xilqət aləmindən söhbət gedir. Yaxşı. Belə deyək, vəsiyyət kullə şey, yəni bütün küll aləmini neyib? Bürüyüb mənim rəhmətim. Yaxşı. İstər canlı, istər cansız, bitki, heyvan, hamı o rəhmətə şamil. Rəhman yəni bu. Hamısı ora şamil. Amma rəhim fəil vəznindədir, davamlılığı və səbatı çatdırır. Nə mənada? Buyurur ki, burada daimilik var. Adətən də iman əhlinə məxsusdur. Allahın rəhim sifəti adətən. Məsələn buyurur, kənə bil mu'mininə rəhimən. Allah iman əhlinə rəhimlidir. Rəhman demədi, rəhimlidir. Burada davamlılıq var. Səbat var. Yəni nə mənada? Allahın rəhim sifəti iman əhlinə məxsusdur. Həm dünyada, həm bərzəxdə, həm qəbirdə, həm qiyamətdə. Vəsselamu aleyyə, yevmə vulidtu, yevmə əmutu və yevmə ubəsu həyyə. Allahın mənə salamı olsun, Peyğəmbər deyir. Həm dünyada, həm qəbirdə, bərzəxdə, həm qiyamətdə. Rəhim sifəti iman əhlinə məxsusdur və davamiyyəti çatdırır. Qutarmır. Gəlir rəhmət. Başa düşürsünüz. Bu rəhmətdən çoxları məhrumdur. Rəhmanın rəhmətindən küll aləm yararlanır. Harada varlıq varsa, orada rəhmət var. Amma rəhimin rəhməti məxsusdur deyir iman əhlinə. Adətən belə izah verirlər. Və yaxud biraz da fərqli izah verənlər var. Deyir ki, rəhim, yəni kimsə yaxşı iş görür, o müqabilində mükafat alır Allahdan.
Yəni Allah rəhimdir, o kəslərə ki, o bir dənə yaxşı bir iş görür, Allah rəhim sifəti ilə ona bir rəhmət göndərir, bir mükafat göndərir, bir hədiyyə göndərir, yeni bir feyz gəlir. Rəhim yəni biraz xüsusilik var içində. Yəni burada daha xüsusi möminlər yox, bəziləri deyirlər. Bir adam biz namaz qılmayıb, ibadət eləməsə də xüsusi bir yaxşı iş görəndə görürsən Allah bir dünyada bir rəhim sifəti ilə ona bir rəhmət göndərir. Başa düşürsünüz? Yəni pul, ruzi, dünya, şöhrət və s. Rəhim sifətini ona əta edir. Bu ayə istisna edir. İnnallaha bin-nasi laraufur rəhim. İnsanlara, xüsusi möminlərə demir. Mən düzəldim. Belə düzəldim üstə ki, Rəhman ümumi rəhmətdir. Rəhim Allahın məxsusi və özəl rəhmətidir. Biz Allaha üzümüzü tuturub Bismillahirrahmanirrahim deyəndə sanki demək sən rəhimsən ha. Rəhman sana rəhməti verirsən, onu bildik. Bir xüsusi rəhmətindən də bizə verərsən. Xüsusidən. Xüsusi rəhməti kimə verir? Deyir ki, yox, xüsusi rəhmətim çalış, səy göstər verim. Qazan. Sən rəhimlə görüşmək istəyirsənsə, başa düşdüm. Neynəməlisən? Sən xüsusi bir addım atmalısın. Xüsusi rəhmətlə, ümumi rəhməti bir dənə yığıb bir ayə bir yerə, onda deyirəm inşallah da soru-suala keçək. Rəhməti ayə belə başlayır. Vəsiyyət kullə şey. Bütün rəhmətim neyib? Bürüyüb küll aləm. Bu hansı rəhmətdir? Bu rəhmandır. Davamına bax. Deyir, bir xüsusi rəhmətim də var. Və səqtubuha. Bəzilərinə xüsusi rəhmətimi nazil edəcəm. Kimdir? Lilləzinə yəttəqun. Onlar ki, günahla vuruşurlar. Onlar ki, pis adəti tərk etmək üçün çalışırlar. Onlar ki, Allahın qadağalarından qaçırlar. İlahi sərhədlərdə möhkəm dayanırlar. 1. Yutuna zəkat cəmiyyəti düşünürlər. 2. Vəlləzinəhum bi ayatina yu'minun. Qiyamətə də, axirətə də, qeybə də iman gətiriblər. Əgər elə söz rəhimlə görüşəcəksiniz. Orada mənə xüsusi rəhmətim gələcək. Deməli, Rəhman ümumi rəhmət, rəhim xüsusi rəhmət. Çalışırsan, nəsə lütf edir? İqtisabi də deyə bilərik. İqtisabi deyə bilərik, əhsən. Elmi dili odur. Qazanmalısan, kəsb eləməlisən. Elə bir ki, ümumi rəhmət nədir? Evdə 3 dənə uşaq var, da hamısını istəyirsən də. Biri var, amma xüsusi istəyirsən. Çünki baxırsan, maşallah, ədəbli, ərkanlı, dərsini oxuyur, imanlı, atasının qabağında, cəmiyyətdir. Buna xüsusi istəyirsən. Yaqubun 12 dənə balası var. Baladır da. Amma Yusuf başqadır. Yusuf başqadır. Düzdür 11 dənə gəldi, dedi, ata biz üçün bir dənə dua elədi də baladır. Sofa əstəğfirullah, dua eləyərəm. Amma Yusuf, ya bu nə, ay bala, çəkəndə qal, ay bala, bu söhbətlər eləməyə, bu yuxunu heç kimə danışmaya. Yusufə xüsusi. Görünən budur ki, Allah da fərq qoyur. Belə deyil, elə hamiyə rəhmət eyni, süzülsün. Onda ədalətsizlik olar. Biri çox çalışırsa, Allah ondan Rəhman adı ilə yox, Rəhim adı ilə ünsiyyət qurur. Biz də belə olmalıyıqsa əgər, biz də gələk Allahın o rəhim sifətinin yer üzrə nə olar təcəllisi? Adamlar var ki, çox can qoyur, onlara xüsusi ünsiyyət qurmalısın. Biri qırağından deyəndə, sən ayrı seçki yersən, deyəsən, otur oturduğun yerində. Bu Allahın qaydasıdır. Allahın sünnəsidir, Allahın sirəsidir. Allahın yoludur, Allahın xəttidir. Allah özü belə eləyir. Sən nə istəyirsən məndən? Allah rəhmandır, hamiyə. Rəhimdir xüsusilərə. Xüsusiləş, rəhimlə görüş. Xüsusiləşməsən, elə onsuz da ağaca da o rəhmət edir. Başqa məxluqata rəhmət edir, ondan sənə də çatır. Gözəl, şükür Allaha. Amma xüsusi rəhimlə görüşmək istəyirsən, bunda bir cəhd elə. Bismillahirrahmanirrahim yəni bu. Sən rəhimsən Allahım. Sən qurban olum ya Rəbbəl aləmin. Mənim əlimdən tut ki, mən sənin o mükafatlarını inəyim, əldə edə bileyim. Maşallah.